Gəlin biz burada 6 dənə tapşırığın şərti ilə, həlli ilə tanış olaq. Deməli bizə məhlullarda deyir ki, hansı maddənin suda həll olması zamanı müsbət Q olar. Yəni yadımızda saxlayaq ki, qələvələrin, turşuların, qazların suda həll olması istiliyin ayrılması ilə gedir. Duzların suda həll olması isə istiliyin udulması ilə gedir. İndi burada bizə turşuları və qələvələri seçəcəyik. 1, 3, 5-ci 1, 3, 5-i seçirik. İkinciyə baxaq, şəkərin suda həll olma əmsalı 2000-dir. Yəni burada bizdən soruşur ki, şəkərin suda həll olma haqqında doğrunu seçin. Doymuş məhlulu qatıdır. Bəli, kifayət qədər şəkər həll eləmək lazımdır ki, məhlul doysun. Doymuş məhlulu duru ola bilər, xeyir. Müəyyən miqdar şəkər həll eləmək bizə doymuş məhlul vermir. Ona görə artıq miqdarında doyur, duru saya bilmərik. Doymamış məhlulu qatı ola bilər. Bəli, yəni məsəl üçün 2000 yox, 1999 doymamış sayılsa da qatı sayıla bilər. Doymuş məhlulu qatı məhlul olmaya bilər. Doymuş məhlul qatı xeyir. Yəni qatı olmaya bilər, yəni duru ola bilər, xeyr. Bunu da biz ikinci cavabda da səhv götürmüşük, 4-də də cavab olur 1, 3. Doymuş məhlul həmişə qatı məhlul olur, xeyr. Duru məhlulda doymuş ola bilər. Doymuş məhlul həmişə qatı məhlul olmur. Bəli, doymuş məhlul duru da ola bilər. Doymuş məhlul həmişə duru məhlul olmur. Düzdür. Doymamış məhlul həmişə duru məhlul olur, xeyr, səhvdir. Doymamış məhlul qatı məhlul ola bilər. Bəli. Doymamış məhlul bayaq şəkər misalında da göstərdik. Həmişə qatı ola bilər, 1 səhvdir. 2 düzdür. Həmişə duru məhlul olmur. 2 düzdür, 3 düzdür. Məhlul həmişə duru məhlul səhvdir. 2, 3, 5-i götürürük. Dördüncüyə baxaq. Deyir ki, doymuş məhluldan su buxarlandırılanda həll olan maddənin kütlə payı dəyişməz. Burada deyir ki, doymuş məhlulda artıq bu doyubsa, yəni 10 qram duz 100 qram suda həll olunursa, biz tənasüb nəticəsində tapmalıyıq ki, 1-in 10-a nisbətindədir burada artıq duzun suda həll olması. Su buxarlandırılarsa, qalan duz artığı çökəcəkdir. Doymuş məhlula su əlavə edilərsə, həll olan maddənin kütlə payı əzalar. Məhlul doymuşdursa, su əlavə etdikdə duru məhlul yaranacaq, kütlə payı azalacaq. 2 də düzdür, 1 də düzdür. 3-ə baxırıq, doymuş məhlula tərkibindəki duzdan əlavə edilərsə, həll olan maddənin kütlə payı artıq. Xeyr, səhvdir. Duz artıq olduğuna görə nə edəcək? Çökəcək. Birinci misalda olduğu kimi, doymuş məhluldan tərkibində həll olanda müəyyən qədər çıxarılarsa, həll olanın kütlə payı azalar. Yəni, burada nə dedi? Doymuş məhluldan tərkibində həll olandan müəyyən miqdar çıxarılarsa, həll olan kütlə payı azalar. Bəli, duzu azaltdıqda yenə duru məhlul yaranacaq, kütlə payı azalacaq. 1, 2, 4.